sizə eşidək. Mənim göz ağrılarımdan biri də Sevinç xanımdır, mənim platin liderim. Axşamınız xeyir olsun, əziz komanda. Axşamınız xeyir. Görüm kameranı aça bilirəmmi? Buyurun, açsaz gözəl olar. Siz görürsünüzmü məni? Hər şey əladır. Super. Burada mən mama cildəyəm, bilmirəm, internet zəifdir, yoxsa görünür yəqin ki, hər şey. Görünür, super. Buyurun. Çox gözəl. Bir daha axşamınız xeyir olsun, əziz Qlamur komandası. Hər birinizi xoş gördük. Cəmilə xanım, bugün bura məni dəvət etdiyiniz üçün çox sağ olun. Mən də öz fikirlərimi demək istəyirəm burada. Tuba xanımı da buradan salamlayıram, digər xanımların hər birini. Bu Antalya səyahəti təbii ki, bizim üçün başqa bir yer var. Yəni o 3 gün bizim üçün çox özəl oldu. Həqiqətən çox möhtəşəm oldu. Oradakı liderləri tanımaq, hər zaman Zoom təlimlərində gördüyümüz insanları tanımaq, canlı onları görmək başqa bir duyğu idi bizim üçün. Mən digər şirkətdə də şirkət hesabına səyahətlərə getmişdim. Şirkətlə bərabər, o kollektivlə bərabər səyahətlər eləmək həqiqətən bir başqa duyğudur və burada da bu kollektivi daha çox sevdim. Yəni hər kəs bir-birindən çox mehriban idi, hər kəs çox səmimi idi. Sanki bir-birimizi aylardır, illərdir yəni tanıyırıq. Heç Tuba xanım demişkən yabancılıq çəkmədik orada. Çünki həqiqətən hər kəs çox səmimi idi, çox içdən idi. Yəni sanki dediyim kimi illərdir tanıyırıq. Otel çox möhtəşəm idi onsuz da. Otelə söz yox. Oradakı o ab-hava, rütbələrimizin təbrik olunması, orada özümüzlə eyni düşüncədə olan insanlarla bir arada olmaq. Ona görə mən şirkətlərlə səyahət eləməyi daha çox sevirəm. Çünki öz düşüncəndə insanlarla birlikdə olursan və mən bu sistemdə ümumiyyətlə bu sektorda 6 ildir çalışıram. 7 il oldu deyəsən. Bu aprel ayında 7 ilim oldu və Livgoda gəlməyimdən bir balaca istəyirəm danışım. Livgoda necə gəldim mən, ondan danışacağım sizə. Digər şirkətdə artıq, belə deyim, son damla qanıma qədər yəni, dirəşdiyim bir dönəm idi. Hər kəs bir yerlərə dağılmışdı, hər kəs bir yerlərə getmişdi, amma mən qanımın son damlasına qədər orada davam edirdim, dirəşirdim. Yox, edəcəm, alınacaq, olacaq. Mən yeni bir şeylər edəcəm, mən belə eləyəcəm. Düşünürdüm ki, nəsə etməliyəm. Yəni şirkətdə heç zaman bir şeylər yəni düşünmürdüm ki, yəni şirkətdə nəsə var, yəni şirkət artıq qazandırmır ya da sistem artıq işləmir deyə düşünmürdüm. Hər zaman düşünürdüm ki, network sistemi mənim üçün budur. Yəni bu şirkət başqa bir şirkət ola bilməz və heç bir şirkətə də addım atmamışam heç vaxt. Bir dənə tutmuşam şirkətimi, getmişəm. O damarımdan yaşıl qan axanlardan idim mən də. Və İnsanları dəvət edirəm, dəvətdə problem yox, komanda qurulur, insanlar gəlir, amma uğur yox, nəticə yox, heç bir kəsə bir vəd verə bilmirsən, heç bir şey edə bilmirsən və hələ də arxa planda düşünürəm ki, yox, nəyisə mən səhv edirəm, nəsə etməliyəm, burada nəsə var, bunu mən bacarmalıyam. 3 il öncə, nə bilim, 4 il öncə mən axı bunu bacarmışdım, mən rütbələr aşmışdım, mən bu qədər qazanclar əldə etmişdim, yenə də nəsə edərəm deyə düşünürdüm. ChatGPT ilə söhbət edirəm, mənə ideyalar versin, nələrsə eləyim. Yox, deyirdim, nəsə eləməliyəm ki, burada irəli gedim, yenə də komandanı qaldırım, yenə də o uğurları əldə edim. Sən demə ki, artıq sistem işləmirmiş. Yəni, məndə günah yox imiş, komandada günah yox imiş. Komanda eyni, komandada insanlar eyni insanlardır. Yəni, Amerika kəşf eləməyə ehtiyac yox imiş. Yəni, həqiqətən bəzən mən komandaya həmişə deyirəm bunu. Bir şeylər olmayanda həqiqətən yerini dəyişməlisən, o ortamı dəyişməlisən. Yəni düzdür, insan hər zaman səhvi özündə axtarmalıdır ki, bəlkə mən nəyisə səhv edirəm, bəlkə mən nəyisə yanlış edirəm, amma bəzən də olduğun ortamı dəyişməlisən. Elə yerin yanlışdır. Bəzən də belə olur və həqiqətən də artıq dəyişməliymiş və bu ümumiyyətlə mən networkdən getməyi düşünürdüm. Yəni hansısa bir şirkətə düşünməyi, qoşulmağı düşünmürdüm. Networkdən getməyi düşünürdüm və elə bu dövrdə mənə bu Livgoodla bağlı təklif gəldi. Livgood və neçə günlərlə mən o videolara baxdım. Aydın bəyin videosu var idi, yadımdadır. O videoya mən 3-4 dəfə baxdım. Cəmilə xanım mənə linklər göndərir, Zoom təlimlərinə qatılıram. Hələ də o şirkətin ab-havasından çıxmamışam, gizli qatılıram. Birdən kimsə məni görər, deyər, Sevinç başqa bir şirkətə qoşulub. Ay, o şeyləri xatırlamaq belə istəmirəm. Həqiqətən çox bir travma idi məndə, həqiqətən o psixoloji mənə çox pis təsir eləyirdi. Və bir ay hardasa elə gizli işlədim, belə deyim, arxa planda. Sanki kiməsə məlumat verirəm WhatsApp-da və gizli, elə bir sanki günah bir iş görürəmmiş kimi, sanki belə böyük bir ihanət edirmişəmmiş kimi özümü belə qəribə hiss elirdim. Amma ki, şükür olsun ki, o dönəmi atlatdım. Yanvarın 6-sı deyəsən də, yanvarın 6-sı qeydiyyatdan keçmişəm. Martın 1-i mən başlamışam və o dönəmi elə bir ki, həqiqətən də mən itirmişəm, işləməmişəm. Yenə də şükür olsun Allahın böyüklüyünə, qismət beləymiş və çox böyük bir komandam oldu. Hələ mən başlamamışdan qabaq belə mənim artıq bir tərəfim, bir qolum çox güclü işləyirdi. Çünki orada çox aktiv mənim Bahar liderim, ilk göz ağrım, onu mən dəvət etmişdim və çox aktiv şəkildə başladı. Məni dinləmədi, heç məni belə keçdi, yəni ki, sponsorum hələ tərəddüdlədir, sponsorum hələ başlamır deyə düşünmədi. Zaten Bahar aldı başını getdi
O çünki Arifliyevlə o stresi keçmişdi artıq Bahar. Yəni Arifliyevlə artıq ayrılmışdı. O sərbəstliyi artıq özünə vermişdi deyə çox rahat sərbəst işləməyə başladı. Mən bu qərar verənə qədər biraz vaxt çox getdi. Martın 1-dən artıq start verdim. Dedim yox. Yəni ya oradasan ya buradasan. Yəni ikisini bir arada idarə etmək olmur. Burada sən gizli irəliləyə bilməzsən. Onun üçün artıq qərarımı verdim və ayın 1-dən yadıma gəlir qrupumu yaratdım. Gold Stars qrupumu yaratmışam və o gündən bu tərəfə bəlkə də 500 nəfər o qrupa daxil olub. Sonra düzdür, hər bir lider yavaş-yavaş komandalarını ayırdı. Baxdıq qruplar çox böyüyür və böyük qrupu idarə etməyi bilirsiniz, çox çətin olur. Yavaş-yavaş qruplara ayırdıq. İndi yenə də 200 nəfərə yaxın orada insan var. Ora mənim ümumi personal qrupumdur, belə deyim. Ümumi təlimlər, ümumi müzakirələr çox şey artıq orada gedir. Yeni insanları birbaşa oraya əlavə edirik falan. Çox möhtəşəm, uğurlu və bərəkətli bir qrupdur. Allah izin verdiyi sürəcə inşallah işləyəcəyik. Livegood həqiqətən mənim bu 6 ildir o şirkətə bağlandığım, o necə deyim, o stereotiplərimin hamısını qırdığım bir şirkət oldu. Həqiqətən yəni yoxdur bu şirkətdə. Hansısa bir etiraz edə biləcəyimiz, hansısa bir neqativə düşə biləcəyimiz heç bir durum yoxdur. Heç bir şərt yoxdur ki, bu şirkət niyə belə elədi? Belə düşünəcəyimiz bir durum yoxdur. Yəni xəyalını belə qurmayacağımız şərtlər var burada. Xəyalını belə qurmayacağımız, hansı ki biz şəbəkə sektorunda çalışanda hər zaman lider düşüncəsi ilə düşünürük. Hər şeyi lider gözü ilə görməyə çalışırıq ki, əyriləri, əksikləri də görmürük elə olanda. Deyirik, şeyi lider kafası ilə dəyərləndiririk ki, yox, bunun da öhdəsindən gələrik, yox, bunun da öhdəsindən gələrik. Amma bəzən həqiqətən də özümüzü aldatmış kimi olur. Yəni nə qədər də mən özümü desəm ki, yox, mən liderəm, mən komanda rəhbəriyəm, mən bunu daha da belə rahat qarşılamalıyam. Baxırıq ki, yox. Yəni olmayanda olmur. İnsanlar məsələn deyir, dəvət edirəm, gəlmir insanlar. Yenə də düşünürsən ki, pozitiv qalmağa çalışırsan ki, yox, sən nəyisə yəqin ki, səhv edirsən, düzgün məlumat vermirsən ya da düzgün elan paylaşmırsan deyə düşünürsən. Amma həqiqətən də artıq mən Livegood-a gələndən sonra kənardan o işimi bir anlıq dəyərləndirdim ki, artıq bəli, ora insanların gəlməməsi normaldır. Çünki bu cür şərtlər var ikən, bəli, insan qazanmaq istəyir. Livegood-a niyə gəlir insanlar hal-hazırda? Livegood-a niyə qısa zamanda biz bu qədər böyük komandalar qurduq? İnsana güvənməkdirsə, mən eyni insanam. Eyni dəvətləri edirəm, eyni sosial şəbəkədəyəm, eyni səhifədəyəm. Yəni insanlar demək ki, mənimlə bir problem yox imiş də. İnsanlar mənə güvənirmiş, məni istəyirmiş. Amma şirkətdə problem var imiş artıq. Bəli, elə zaman oldu ki, biz o şirkətdə də çox böyük uğurlar qazandıq. Bir dönəm idi artıq, o bitdi. Və artıq insanlar qazanmaq istəyirmiş və sektorun dəyişilməsi lazım imiş ki, lazımi vaxtda biz bu addımı atıb Livegood-a qoşulmuşuq. Çox düzgün vaxtında qərar vermişik həqiqətən və hər zaman deyirəm, mən düşünürdüm networkdən tamamən ayrılmaq, amma düşünürəm ki, Allah mənim üçün çox böyük bu planları qurubmuş özündəki. Sevinç, hələ səbirli ol, hələ səninlə işimiz bitməyib. Hələ bu sektorda gedəcək daha uzun zamanımız var, yolumuz var. Şükür olsun Allaha, artıq Livegood-dayıq və Livegood xəyalları gerçəkləşdirir. Livegood hər kəsi qazandırır. Livegood bugünkü gündə heç bir kəsin, heç bir xanımın, heç bir bəyin yox deyə bilməyəcəyi imkanlar verir bizlərə həqiqətən. Ona görə də çox şanslı hiss edirəm özümü burada olduğum üçün. Bütün komandama təşəkkür edirəm bizimlə olduğu üçün, bizi seçdikləri üçün, bizə güvəndikləri üçün. Bəzi liderlərin var ki, heç sorğulamadan qatılıblar bu sistemə. Sevinç, sən gəldim. Yəni sən oradasan, gəldim deyib məlumatlarını göndərib mənimlə qeydiyyat olub başlayıblar. Yolda öyrənərik nədir bu iş. Yəni o dərəcədə güvənən insanlar var. Onlara xüsusi təşəkkürümü bildirirəm. Cəmilə xanıma təşəkkürümü bildirirəm. Tuba xanıma təşəkkürümü bildirirəm ki, nə yaxşı ki o elanı paylaşıb, o elanı biz görmüşük. Həqiqətən bugünkü gündə Azərbaycan xanımlarının, ümumiyyətlə bütün dünyanın ümumiyyətlə bu belə bir sistemə ehtiyacı var imiş ki, dünyamız dəyişilsin, dünyamız daha da gözəl olsun. Belə, çox saatlarla danışaram, amma sizləri yormaq istəmirəm. Əlavə suallar varsa cavablandıra bilərəm. Bir daha hər şey öz komandama, Cəmilə xanıma bir daha təşəkkürlərimi bildirirəm. Bütün liderlərimə təşəkkür edirəm.